Dəyərli sahibkarlar, 50%lik maliyyə sanksiyasına məruz qalmaq istəmirsinizsə, diqqətiniz bizdə olsun. Biz sahibkarın vergi uçotunu çek-up edərkən rastlaşdığımız problemlərdən biri də onun vergi orqanına bəyan etdiyi vergi bəyannaməsindəki göstəricilərlə faktiki göstəricilər arasında yaranan uyğunsuzluqdur. Bəs uyğunsuzluq nədir? Uyğunsuzluq sahibkarın vergi orqanına bəyan etməli olduğu vergi məbləğini azaltmasıdır. Nəticədə səyyar vergi yoxlaması zamanı vergi orqanı vergi məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50% qədərində sahibkara maliyyə sanksiyası tətbiq edir. Maliyyə sanksiyası ilə üz-üzə qalmaq üçün sahibkar nə etməlidir? Dəyərli sahibkarlar, tövsiyəmiz budur ki, uyğunsuzluqları dərhal müəyyən edəsiniz və vergi orqanına bəyan etmiş olduğunuz göstəricilərlə bank çıxarışlarınızda və digər sənədlərdə olan göstəriciləri üzləşdirəsiniz və heç bir gəlirinizi vergi uçotundan kənarda saxlamayın.